Fikirləşdim ki, mən evdə şor niyə özüm hazırlamıram? Hər dəfə gedirəm mağazindən alıram və indi istəyirəm özüm şor hazırlayım. Deməli, burada məndə qatıqdır. Bu isə sudur. Suyu indi üzərinə tökəcəm və qoyacağam qazın üzərinə. Şor, daha doğrusu qatıq uje şey olanda, qaynayanda, yığılanda da belə yumru-yumru düyünlər belə olandan sonra qazı söndürəcəm və onu süzəcəm. Yəni bunu çox qaynatmaq lazım deyil. Sizə etap-etap göstərəcəm də bir sözlə. Baxın, vəziyyəti belə olmalıdır. Görürsüz, qatıq çürüyür. Belə oldu. Bu elə bir ki, çürümüş süd necə olur? Eyni bu vəziyyətə gəlməlidir. Yəni qarışdırmaq lazım deyil. İndi qoy biraz isinsin qatıq, sonra altını söndürəcəm. Qaynatmağa ehtiyac yoxdur. Mən mişoku hazırladım və mişokun içinə tökəcəm, süzəcəm bunları. Qatığı bura tökdüm. İndi isə orada su süzülür. Belə qabın içinə qoydum ki, altına da su getsin. Belə. Görürsüz nə qədər su çıxdı. Hələ bu harasıdır, hələ nə qədər su çıxacaq. Görək alınacaq. Məndə şor yox, su yox. Mən süzmə eləyirəm, amma uşaqlar nəsə süzmə elə də xoşlamırlar. Düzəldirəm və axırda özüm hamısını yeyirəm. Ona görə bu dəfə dedim şor düzəldim, görüm alınsa, bundan sonra şor özüm düzəldəcəm. Mən başa düşürəm ki, burada azdır, az alınacaq şor, çünki su təmiz süzüləndə orada heç nə qalmayacaq, amma eybi yox. Bir dənə yoxlayayım, görüm birə-bir olsa, daha bundan sonra özüm eləyəcəm. Ondansa bir balon qatıq alaram və xeyli şor düzəldərəm. Görürsüz nə qədər su yığılıb. Suyu atmayacağım, bu sudan blinçik düzəltmək olar. Belə. Görürsüz nə qədər su çıxır. Mən bunun dadına baxdım, çox bəyəndim, qəşəng dadlı alındı. Hətta təbii o dükanda satılan şordan daha 1000 dəfə dadlıdır. İnşallah ki, uşaqlarım da bəyənər. Bura hətta kərə yağı da əlavə eləmək olar, əridib üstünə tökmək, yaxşıca qarışdırmaq və səhər zavtraq eləmək əla olacaq. Düzdür, az alınıb da, çünki az eləmişəm. Əslində o balonda nə qədər var, onu eləmək istəyirəm. Bir dənə uşaqlara verim, dadına baxsınlar. Əgər bəyənsələr, daha bundan sonra özüm hər dəfə eləyəcəm. Bunu əlavə eləmişəm, çörək otu, bir də duz və salam, başqa heç bir şey. Və belə qəşəng şor alındı. Baxın, sonra da deyirsiniz ki, gözə inanmayın, belə şey yoxdur, özünüzü niyə aldadırsınız? Görürsüz necə oldu. Qabları yudum, qoydum bura. Dedim uşaqlar indi gəlsinlər, bunu silib öz yerinə qoysunlar. Uşaqlar öz otağında, mən isə zalda sizi üçün video hazırlayıram və eşidirəm ki, burada nəsə belə qab sınmış kimi səs gəldi. Elə bildim ki, mikrovalnovkada uşaqlar nəsə isidiblər və orada qab partladı. Baxıram, mikrovalnovkada hər şey salamatçılıqdır, heç nə yoxdur, boşdur. Axtarıram stolun üstündə, bir də görürəm ki, baxın vəziyyət budur. Belə, öz-özünə adi bir normal qab, çat yox, heç bir şey yox, qırığı zadı yox. Düz durduğu yerdə qaynar suyun içində də deyildi, nə bilim mikrovalnovkada da deyildi. Baxın, belə təmiz vəziyyətdə yumuşdum, qoydum bura. Baxın, bu belə çatladı, mən sadəcə bir şok. Dəhşət, bu necə ola bilər axı? Yəni göz var, o qədər nəfs var, bilmirəm nəyə görədir. Hamı özü üçün yaşayır, hamı öz istədiyi kimi evdə qayda qanunlar qoyur, belə yaşayır. Nəyə görə kimsə kiminsə paxıllığını çəkir, nəyə görə? Yaxşı ki, biz varlı deyilik, sadə bir ailəyik, belə öz xodumuzla yaşayırıq. Baxın,
necə çatladı. Qapaq məsələsinə gələndə yadınızdadır, bir dəfə məndə qapaq elə çatlamışdı ki, xırda-xırda idi. Bəzi qızlar dedilər ki, o artıq sroku deyəsə yazmışlar ki, keçdi. Yəni nə qədər onu bişirirsən, yeməyi bişirirsən və qapağını bağlayırsan, o buxar olduğuna görə nəsə də belə bir şey qaynadı. Güya nəsə də o şimdi dedilər ki, güya ya ximikatla yumuşdum onu, bəlkə də o ximikat şüşəyə əl vurmaq olmaz idi, ona görə partladı. Bəzilər dedilər ki, artıq qapağın vaxtı bitmişdi, ona görə belə çatladı. Yaxşı, bəs bu. Bunu heç nə ilə, adi feyri ilə yumuşam, qoydum bura. Özdə hardasa bir 10-15 dəqiqə bundan qabaq yudum və bu belə çatladı. Mən sadəcə şok. Üstündə də bir dənə çatlaq da yox idi, heç bir şey yox idi. Görün nə qəşəng qırıldı durduğu yerdə. Baxın, belə də olur. Söz vermişdim ki, Muradın polkanı sizə göstərəcəm. Görün neynədim. Güya ki, ağ rəngdə kraskalamaq istədim. Oldu belə yaşıl. Tünd yaşıl deyil, açıq rəngdədir. Necə oldu? Deməli, məndə bir dənə fırça var, hansından ki, neynəmişdim? Həyətdə bütün hər yeri kraskalayırdım. Həmən o fırçanı qəşəng yumuşdum. O şeydə, rastvariteldə qəşəng onu yudum. Heç yaşıl rəng üstündə yox idi. Saldım ağ kraskanın içinə və buranı kraskalamaq istəyəndə baxdım yaşıl rəng getdi üstündən. Fikirləşdim, neyniyim? Dedim, yaxşıyıb yox, bu dəfə belə olsun. Qoy Muradın polkası yaşıl rəngdə olsun. Qəşəngdir, Leylidə ağ rəngdədir. Muradda isə belə açıq yaşıl rəngdə oldu. Mən çox bəyəndim. Niyə kraskaladım? Bunun üst tərəfdə belə burada, bir də bunun üst tərəfində elə bil nəsə yazılar var idi, pis görsənirdi. Təmizləmək istədim, getmədi və ona görə dedim, ondansa belə qəşəng onu kraskalayım. Murad da ceyranla belə bəzədi, öz oyuncaqları bura qoydu. Leyli icazə vermədi ceyrana belə oyuncaqlar yığmağa. Murad isə deyir ki, necə istəyirsən belə də elə. Muradla ceyran çox qəşəng yola gedirlər, bir-birini yola verirlər bir sözlə. Polka belə oldu. Bir də sizə nə göstərim? Burada dəyişiklik var. Kravatı belə elədik. İndi səliqəyə salmışdım. Ceyran gəldi, uzandı. Ona görə belə oldu. Belə dəyişdim. Kravatı belə qoymuşam. Bir də şifanyeri yoldaşımla birlikdə gətirdik, bura qoyduq. Bu şifanyer buradaydı. Biz də fırlatdıq onu bu tərəfə. İndi oldu çox qəşəng, bəyəndim. Əvvəllər bu mebeli satmaq istəyirdim və siz mənə yazdınız ki, satma, məsləhət görmədiniz, dediniz ki, sonra bir neçə il üstündən keçəcək, Murada lazım olacaq belə yekə kravat, ona görə saxla. Özdə ki, biz bu otağı qonaqlar üçün elə bil saxlayırıq da, necə? Misal üçün evimizə qonaqlar gələndə bu otaqda yatırlar, qonaq otağı kimi də. Amma əslində bu Muradın otağıdır. Belə oldu. Bir də nə fikirləşirəm, o 2 dən polkanı buradan yığışdıracağam və orada Murad üçün belə masa zakaz eləyərik yoldaşımla ki, orada otursun, şəkil çəksin, yazını yazsın. Çünki Murad istəyir öz otağında belə bir stol olsun, orada otursun. Kuxnaya getməsin də, elə burada öz otağında otursun. Bu otaqda Muradla Ceyran yaşayır və ona görə hər yer bizdə oyuncaqlardır. Stolun altında da baxın, görürsünüz, orada yoldaşım Murad üçün düzəltmişdi. Üstündən top atır, yoxsa üstündən tullanır. O futbolda lazımdır belə şeylər. Ona görə atasından xahiş elədi ki, o da onu düzəltsin. O da düzəltdi. Belə oldu, belə qəşəng otaq, dəyişiklik oldu. Bu mebeli dəyişəndən sonra yerini, elə bil ki, mebeli daha çox sevdim. Mən xoşlayıram yer dəyişmək eləyəndə. Yeri dəyişirsən, onda elə bil ki, mebelin təzə olur və istəyirsən bu otaqda bütün günü yığışdırarsan. Uşaqlarım da xoşlayırlar mən yerin dəyişəndə. Öz gününü, demək olar ki, günün yarısını ancaq bu otaqda keçirdirlər. Çünki nəsə dəyişiklik oldu da, elə bil ki. Belə, nəysə mebeli saxlayıram və satmıram. Çünki həqiqətən də düz deyirsiniz. Bu mebelə nə verəcəklər? Qəpik quruş verəcəklər. Amma özüm də sonra təzdən yığacam. Mebel düzdür, bir dənə kravatı dəyişəcəkdim, balaca götürərdim. Şkafı yenə də zakaz eləyəcəkdim. Amma başqa rəngdə nə fərqi var? Qoy indi bu rəngdə olsun. Onsuz da Murad üstünü bütün belə bəzək-bəzək elədi öz şkafını.
Trendyolda özümə belə bir şampun götürmüşəm. Keratin şampun, balzam. Bu evdə özün özünə keratin eləyirsən saça. Mənim saçlarım çox belə vızdır, çox dalğalıdır, həm də ki dolaşırlar həmişə. Bir sözlə əziyyət çəkirəm. Hər dəfə saçımı yuyandan sonra mütləq saçımı düzləşdirirəm ki, sonra darıyanda əziyyət çəkməyim. Və bir tanış qız var, o bunu məsləhət gördü. Özü ikinci dəfədir bunu alır. Deyir çox qəşəngdir. Onun da saçları tez-tez dolaşır və dedi bunu elə, sənə xoşuna gələcək. Bununla necə bunu istifadə eləmək lazımdır, hələ ki bilmirəm. Ondan birazdan zəng eləyim, soruşum. Siz almısınızsa, belə bir şeyi istifadə eləmisinizsə, mütləq yazın mənə rəylərdə. Mən də bilim. Belə, sınayım görüm, yaxşı olsa sizə də məsləhət görəcəm, amma məndə heç nə alınmasa, onu da videoda deyəcəm ki, yəni boş-boşuna pulunuzu xərcləməyin. Mən misal üçün salona getmişdim, mənim saçlarım çox qalındır deyə keratini çox baha eləyirlər, ona görə əlim gəlmirdi. Dedim bunu sınayım görüm alınacaq məndə evdə yoxsa yox. Mənim üçün bugün çox gözəl gündür, çünki mən bugün plitənin yanında dayanmayacağam. Məndə mətbəxdə, soyuducuda daha doğrusu 2 cür yeməyim var idi. Xoşlayıram evdə hazır yeməklər olanda, onda mən elə bir ki boş oluram. Evin başqa işlərini görə bilirəm rahat. Bugün mən xeyli iş gördüm. 2 hamam tualeti təmizlədim, amma sizi üçün video çəkmədim. Sonra uşaqların otaqlarını səliqəyə salmışdım. Qaldı orada bir dənə pol silmək və pilisoslamaq. Yay gəldi deyə bütün günü su ilə oynamaq istəyirsən. Ona görə mən gündə 2 dəfə hamam tualeti təmizləyirəm. Bilirsiniz də bizdə 2 dənə tualet var. Hər ikisi də işlək vəziyyətdədir və ona görə onları mütləq tez-tez səliqəyə salmaq lazımdır. Mən bezmirəm, çünki bizim hamam tualet elə də pis çirklənmir. Yüngül vari üstündən sadəcə təmizləmək lazımdır. Bir də hər gün mütləq və mütləq domestosla dezinfeksiya eləmək lazımdır. Gördüyünüz kimi bu tava hələ də mənimlədir, çünki bunu atmağa heç əlim gəlmir. Mən bu tava ilə bütün günü işləyirəm. Gündə 2 dəfə yemək hazırlasam, 2 dəfə də bu tavanı işlədəcəm. Bundan başqa yenə 2 dənə tavam var. Biri Karacadan alanda nabor qazanlar, bir dənə tava onun içində də var idi. Amma nəsə mən onu heç bəyənmirəm. Düzdür, Karacanın tavası bundan hardasa 3 qat bahadır. Amma nəsə o rahat deyil. Elə bil ki biraz ağırdır, bu yüngüldür. Həm də ki yeməklər orada heç vaxt yapışmır. Biraz görüntüsü pisdir, əyilib deyə, amma eybi yox. Siz elə bil ki onu görmürsünüz, özünüzü elə aparın. Gündə 2 dəfə demək olar ki ağacları sulayıram. Bir səhər, onda sərin olur. Bir də ki axşam gün batanda. Yoldaşım isə onun üstündə məni danlayır, deyir belə tez-tez sulamaq olmaz. Ağaclar sonra çürüyə bilərlər. Onları heç olmasa 2 gündən bir sulamaq lazımdır. Amma hava o qədər xoşdur ki, bütün günü həyətdə su ilə oynamaq istəyirəm. Artıq havalar istidir deyə uşaqlar üçün baseyn qurmuşuq və mənim uşaqlarım elə mənim kimi balıqdılar. Bütün günü baseynin içində gün keçirdirlər. Səhər tezdən suyun içinə girirlər. Bir də günorta lap isti olanda onda onları çağırıram evə girirlər və bir də axşam 5-dən sonra təzədən suyun içinə girirlər. Düz axşama kimi qaranlıq düşənə qədər suyun içində üzürlər. Baseyni biz səhv etmirəmsə 2 ya 3 il bundan qabaq almışdıq. Böyükdür, çox yaxşıdır. Ailəmizdə 5 nəfər var və 5-imiz də ora yerləşirik. Yəni hamımız suyun içində olsaq da içində tərpənə də bilirik, üzə də bilirik. Çox rahat və böyük bir baseyndir. Biz baseyn alandan sonra demək olar ki dənizə heç getmirik. Çünki baseyndə çiməndən sonra dənizin suyunu bəyənmirsən. Sizə nə göstərmək istəyirəm? Belə bir karandaş almışam ütü üçün. O dəfə sumka tikəndə ütüləmişdim parçanı və o parça elə bir mişok kimi material olmuşdu da. Ütüyü çox isitdim, ona fikir verməmişdim. Götürdüm, başladım ütüləməyə və parça pütü yapışdı ütüyə. İndi ütüyü işlədə bilmirəm, çünki pütü şeydir, parça yapışıb ora. Pis gündədir, mənə də ütü lazımdır. Aldım belə bir karandaş. Bu karandaş çox yaxşıdır. Mən ondan alırdım neçə dəfə, istifadə eləyirdim. Bitmişdi deyə, ona görə təzədən getdim aldım. Qiyməti 1 manatadır bu, amma çox qəşəngdir. Bəlkə də siz də bunu işlətmisiniz, bilirsiniz də. Bilməyən qızlara deyim ki, əgər belə bir problem olur sizdə, bu karandaş çox əla bir şeydir. Sonra
Belə bir kraska götürmüşəm. Qaynanam üçün aldım. Mən hər il kəndə gedəndə ona kraskalar alıram. 2-3 dənə alıram ki, zapas olsun. Çünki onlar kənddə yaşayırlar, orada dükan, zat belə şeylər yoxdur deyə əziyyət çəkməsin, axtarmasın, əlin altında olsun. Bu da kraska çox qəşəngdir, bilirsiniz də, mən özüm də bunu işlədirəm. Məndə korичневый rəngdir, amma qaynanama almışam qara rəngdə. Çünki o saçını qara rəngdə kraskalayır. Xeyli ona bəs eləyəcək. Mən onu işlədirəm və görürəm də, hardasa bir 7 ay bu kraskanı işlədirəm. Belə. Ona görə ona da elə kraska aldım ki, uzun müddət olsun. Məncə o bəyənəcək. O hər şeyi bəyənir. Mən nə alıram, hər şeyi bəyənir. Belə, bu kraska onun üçün. Sonra yay başladısa mütləq bu dərmanlar almalıyıq. Çünki ağcaqanad dolu olur. Qapı pütüyü günü açılır, bağlanır və ona görə bu dərmansız axşamlar yatmaq mümkün deyil. Bu dərmanları alıram, çünki bu mənim üçün çox xoşuma gəlir. O birisilər də var, sulu olan. Onun keyfiyyəti elə bir ki, yaxşı deyil, gec təsir eləyir. Bu isə həmən dəqiqə təsir eləyir. Yatmamışdan yarım saat qabaq yandırırıq bunu, qapını bağlayırıq. Onun da tüstüsü yayılır otaqda. Sonra otağa gedirik, pəncərə açırıq. Və iyisi zadı gedir, rahat yatırsan, ağcaqanad səni narahat eləmir. 50 qəpiyədir, bu qədəri 3, 2, 4, 5, 15 dənə. 15 dənədir burada, xeyli gedir bizdə, belə. Mən bunu alıram həmişə. Aparatım da var, aparatı su da ala bilərəm, amma yenə də dediyim kimi onun keyfiyyətini o qədər də bəyənmirəm. Təsir eləyir, amma gec təsir eləyir. Sonra belə əski götürmüşəm maşın üçün, maşını silmək üçün. Həmişə maşın sürəndə pəncərələr elə bir ki, üstündə belə izlər qalır da, əskilərin izləri qalır. O da mənə mane eləyir, rahat yola baxa bilmirəm, əsəb keçirdirəm. Və ona görə özümə belə bir əski aldım ki, ancaq şüşələri siləcəm maşında. Evə gətirmişəm, gərək heç gətirməzdim, çünki bir də gördüm, götürdüm bunu, evdəki şüşələri də sildim, pəncərələri. Amma çox qəşəngdir. Maşında şüşə silən sprey var. Onunla pıskırtdım, bununla sildim. Çox qəşəng, tərtəmiz elədi. Elə bil vəbşə şüşə yoxdur orada. Mən bəyəndim. Bir tərəfi belədir, bir tərəfi belə mikrofiberdir. Yaxşı əskidir. Bunu hətta yaş eləyirsən, silirsən və üstündən quru əski ilə silmək lazım deyil. Rahatdır da. Nəysə, bu qədər aldım. Artıq yavaş-yavaş kənd üçün zapas kənd üçün alırıq. Nə lazımdırsa bizə spisik tutacağım. Nə lazımdırsa indidən yavaş-yavaş alaq, qoyaq qırağa. Çünki vaxtı gəlib çatanda həmişə qaça-qaça düşürəm. Sonra unuduram. Belə bir şey olmasın deyə yavaş-yavaş indidən alım, bir qırağa qoyum ki, sonra hamısını yığaq, aparaq. Təmizləndi, belə oldu. Əvvəl təmizləyəndə baxdım ki, çox pis təmizləyir. Elə bildim ki, getməyəcək, amma nə yaxşı ki, gedib. Qaldı belə balaca karandaş. Eybi yox, əsas odur ki, ütüyüm təmizləndi. Videom sonuna gəlib çatıb, ümid edirəm ki, sonuna kimi izlədiniz. Həmişəki kimi yeni izləyicilərdən xahişim var. Kanalıma dəstək olmaq üçün abunə olun. Mən isə hər birinizə can sağlığı arzulayıram. Növbəti vlogda görüşərik. Hələlik.